Değerli izleyiciler, her vaxtınız xeyirli olsun. Bugün de bir kısa videoda bir xəbər və xəbəri analiz etmeye çalışacağım. Uzun çəkməz, 4-5 dəqiqə vaxtınızı almaqdan fazlaya geçmeyecektir. Xəbərdə İran International, yani Pəhləvicilərin tribünü olan opozisyon və müxalifəti kimi tanınan bir kanalda paylaşılan bir xəbəri sizlə burada analiz etmeye çalışacağım. Xəbərdə belə yazır ki, Zeynəbiyyun, Fatimiyyun və Hüseyniyyun qrupları İran rejiminə dəstək verərək ayaqlanan ya etiraz edən insanları qətlam ediblər. Yani birbaşa sanki İran rejimi bu değil, yani İran rejimine nispət değil, bu terör örgütləri, yani proksi güclər durublar, əllərini, qollarını toğluya gəliblər İrana və rejimə dəstək üçün də sonra da milləti qırğına bunlar veriblər. Bu ne demek? Aslında burada bir tane çaba vardır. Yani İran'ın rejimi olsun ve bu sahtekar opozisyon olsun. İkisi de bir iş, yani bir iş görürler. Birbirini müdafi edirlər. Rejim orada insanları qətlam edir. Eşitəki opozisyon, hətta müxalifət ki, istəyir onun yerində otura, o içəridəkilərin qanlı əllərini yumağa çalışır. Deyəcəksiniz, niyə? Bu hardan deyirsən? Baxın, çox rahat bir sözdür. İndi International'ın ortaya koyduğu bu başlıq nəyi ima işarə edir? Sanki başqaları Afganistandan, Pakistandan, Əraqdan, Həşd şəbisindən tut, hamısı durublar, əl-qollarını tovlaya silahlarını da alıblar, durublar, gəliblər xiyavanlara, sonra cəmaatı öldürüblər və səlam. Demir ki, bu adamları, bu proksi güclərə kim bul verir, kim imkanat yaradır, kim çağırır, kim eğitim verib, kim dəstəkləyir, kim əmir verir. Kardeşim, bir adam eğer bir grup durup gelip de insanları öldürür, qətlam edir de onları, o adamların adını yazmaq ne demek? Yani Cumhuri İslamının üzünü ağa çıxartmağa çalışırlar. Qanlı əllərinə su töküb onu yumaya çalışırlar. Biz bunu bilmirik mi? Onun üçün boşu-boşuna demirik ki, bu saxtakar opozisyon. Yani rejimin özü ortaya koyduğu opozisyon dediğimizde bunu qəsd edirik. Biz deyəndə bunların ikisi de aynıdır. Birçokları qışqırıq salırlar. Yok kardeş, elə deyil, bu müxalifətdir. Gəlin bu rejimi yıxın, bunlarla da işbirlik yapın, müxalifəti ilə soya haqqınızı alın. Bakın burada bir de bu başka bir örnəkdir. Ələnən deyir ki, o da rejim qətlam edir. Buradakı müxalifət deyir ki, rejim değil. Bunu Afganistanlılar, bunu Pakistanlılar, bunu Əraqlılar edir. Hamımız ama bilirik, bu proksi güclərin hamısının arkasında silahı da, pulu da, imkanatı da ve emri de Cumhuri İslami. Bu Cumhuri İslami niyyətəmi de satırlar. Çünkü Cumhuri İslami farsçı, ırkçı bir rejimdir. Çünkü bu müxalifət de özü farsçı, ırkçı bir rejimdir. İstəyirlər yerlər ki, Farsların əli bu qətlamda deyil. Qardaş, rejimdir da, rejim Farsların əlindədir, Farsın əmrindədir, qətlam edibdir. Bunu necə yumağa çalışırsınız? Niyə utanmısınız, xəcalət çəkmisiniz və bu qədər açıq şəkildə insanların əqlinə, zəkasına ihanət edirsiniz? Tutalım ki, Fars müxatəbini aldatdınız. Başqaları nə deyəcəksiniz? Budur, Azərbaycanda biz dəfələrlə özümüz rastlaşmışıq da. Elə Urmu Gölü etirazlarında olsun, o pıs-pısa olaylarında etirazlarında olsun. O zaman Lubnandan gətirən niyurlar, ciddi şuruş niyurlar Güney Azərbaycanlıları vururlar. Mən özüm ona şahid idim. Adamlar nə farsça bilirdi, nə türkçə bilirdi, nə ərəbcə danışır da bir-birlərinə. Özüm belə yaxından bunları özüm gözümlə gördüm. Onda biz Lubnanlıları mı gərək müttəhəm edək? Bunları oradan buraya gətirən, silahlandıran, pul verən, imkan verən, yerləşdirən bu rejimi necə göz ardı edirsiniz? Necə bunun haqqında danışmısınız? Budur, rejim və rejimin ortaya koyduğu sahtekar opozisyon. Onun üçün Güney Azərbaycanlılar başta olmakla başka millətlər də bunların oyununa gəlmir. Ama bizimkiler deyildi, yok kardeş gəlin, həynə mənə qoyun bir kənara, gəlin bunların işbirliyi ilə. Bu bir örnəkdir. Bəlkə buna tay yüzlər örnek saya bilərik ki,
bu rejimi ilə opozisyon ikisi bir sikkənin iki üzüdür. Bir sikkədir. Bir bezin qırağıdır. Bu olayda, bu xəbərdə onun kanıtı ya onun dəlilidir. Bugün də bu xəbər, bu analiz bu qədər. Bu videoları paylaşmaqla bu videoların ardını gəlməsinə səbəbiyyət qazandırın. Yəni istəyirsiniz ki, belə qısa videolar və analizləri eşidəsiniz və görəsiniz. Bunu paylaşacaqsınız, yorum yazacaqsınız, eleştirəcəksiniz və altında soru-suallarınızı yazacaqsınız. Hangi konuda siz yazsaz, mövzuda yazsaz, mən çalışacağım onlara qısa videolarla bu cür sizin qulluğunuzda olan və açıqlama yapam.